Bugünü ki yaşayırsan, bugünün dəyərini bilməlisən. Bugünə dəyər verməlisən, dəyərini bilməlisən. Ki bu günləri necə yaşadın? Hə? Yoxdan var olan sözlərin ki var danışırsan, bu dəqiqədə mən danışıram. Eləsi var, elmi kitablar oxuyub danışır. Eləsi də var ki, yoxdan vardı da sözü danışır. Yoxdan vardı. Bu möcüzə deyil bəyəm. Sən gününün dəyərini bilsin, ömrün dəyərini biləcəksən. Bu günləri neynəmisən? Bugün bir barmağı yum ki, mən bir kəsə bir şey eləmişəm. Eləmirsən, əhsən sənə. Eləməmişsən ki, namərdəsən. İndi bəzi şəriət baxıcıları çıxıb, belə deyək də, biri belə namaz qılır, biri belə namaz qılır, biri belə danışır, biri belə təqvamı gedir, biri başqa cür hərəkətlər edir. Biri işitlərə dəstəkdir, deyir ki, hə, onlar dəstəkdir, onlar yezidlərin başını kəsirlər. Bu harda görkənib bu? Hə? Siz Azərbaycanlısınız, harda görkənib bu? Əgər o dəyərlərə çıxırsınızsa, bu qədər mənəvi düşüncələrə malik insansınızsa, ağlınız o qədər çatırsa, o qədər Allah sizə ki, deyirsiniz ki, biz Vahabilərik və yaxud da ki, biz digər bir qardaşlar yox, Vahabilərin qardaşları, indi var da, mən istəmirəm çox da burada şişirdib tökərəm. Siz bu qədər deyirsiniz ki, ya, işitdə dəstəkdir, onlar düzgün edirlər, cəmaatın balaların, evlatlarını aparıblar, müəyyən məbləğdə döyüşdürürlər. Siz bu qədər vətənpərvərsiniz, siz bu qədər ki, şəhidlik üçün yanıb tökülürsünüz, şəhid olmaq istəyirsiniz. Onu ora niyə edirsiniz? Biz bilirsiniz də müharibə dövründə yaşayırıq. Bizim halal olan torpaqlarımız, bizim deyəndə ki, sizin də halal torpaqlarınızdır da. Sizin də çıxanda nə deyirsən? Çıxanda gedib deyirsən ki, ya, mənim ana vətənim nə bilim hansısa bir dövlətdir. Gedəndə Azərbaycanla danışmırsınız. Demirsiniz ana vətənim. Sənin ana vətənin dediyin ana vətənin bir tərəfi ermənilərdədir. Sənin anan gedir də, anamızdır da vətənə. Düzdür qardaşlar? Bir tərəfi ermənidədir. Niyə sən burada gedib cihad eləmirsən? Niyə onları qovmursan? Sən getdin onları qovmağa, biz sənin cınavına gəlmədik. Sizlər əlinizə silah aldınız, getdiniz cihad elədiniz, getdiniz müharibə elədiniz, elanlar kəsdiniz. Orada zavallı müsəlmanların başlarını kəsincə, burada qana ustamışların başını kəsəndə biz əhsən deyək də. Düzdür? Deyək əhsəndir. Deyək bu cür itaət edir Allaha. Amma əslində siz özünüz də gözəl bilirsiniz ki, nə düz təqvanız var, nə düz şəriət baxımınız var, heç nəyiniz düz deyil. Hətta namazda belə siz öz adlarınızı çəkirsiniz. Bunu gedin burada eləyin də. Deyirsiniz ki, şiyyələr belə ömürləri ta yaradandan şiyyələr indiki günə qədər müharibədədirlər də, müharibədə deyil. Şəhidlərimizə baxın. Ukrayna alındı, Krım alındı. Amma o vaxtları hələ bu boyda texnika yox idi Azərbaycanda. 90-cı illərdə. Nə oldu? Bakıda 20 yanvar hadisəsində qanı hesabına şiyyələr dör idi alan. Onda siz Vahabilərin, bax buradakı Vahabilərin danışıram mən, atası, əmsi, dayısı olub da, siz onların qanını niyə orada örtürsünüz ki? İndi müəyyən pula görə siz burada keçirsiniz ki, ya, bir güya ki, dinlə məşğulsuz. O dindarlıq deyil ki. Allah deyir, mənə yaxın olun. Mənə yaxın olun və mənə yaxın olan birini seçin. İtaətkar olun, birini seçin, yaxın olan biri. Yaxın olan biri kimdir? Ən son Peyğəmbərimiz gəlib. Quran-ı Kərimdə dəfələrlə adı çəkilir. Allahın Rəsulu. Bunu da qoyaq bir kənara. Mən heç bir şey demək, bilsiz necədir? Burada qardaşlar dedi ki, sual verdilər ki, yəni bu barədə mən danışanda şiddətlənirəm.
Mən nervi olmayan insan, əsəbi olmayan insan əsəbləşirəm bilirsiniz nəyə görə? Siz özünüz bilə-bilə uçuruma gedirsiniz ona görə. Mən sizə hidayət etmirəm, hidayət sizi Allah edir. Allah etsin ki, hidayət sizi, siz biləsiniz həyatda doğrudan nə var, nə yoxdur. Mən 6-7 Vahabi ilə görüşdük burada. Bu söhbətlər olunanda orada ikisi qalxdı dedi ki, tüpürüm onların verdiyi 600 manata, 500 manata. Aylıq 600-500 manat verirlər də səhv eləmirəmsə, onun dediyinə görə deyirəm. Tüpürüm o bula məbləğə. Sən demə mən şərəfimi ortalığa qoymuşam. Mən bu qədər deyirsiniz ki, dinlə, əxlaqdan danışırsınız, deyirsiniz ki, ay belə dediyiniz vaxtı gəlin elə bir iş görün ki, biz baxaq, deməyək ki, deyir ki, şiələr, orada bir söhbət oldu, mən bir-iki yerə yazında eşitmişəm, o Vahabilərin dini lideri. Onlara sual verdi ki, siz heç nədən qorxmuyorsunuz da, yəni bu şeylər edirsiniz, səhv eləmirəmsə ingilis filminiz dedi ki, mənim qorxduğum bircə şey var, qorxduğumuz da bizim. Nə Amerikadır, nə İsraildir, nə Türkiyədir, nə Rusiyadır, heç bir dövlətdən biz qorxmuruq. Bizim qorxduğumuz şiələrdir. Şiələr ayağa qalxsa, yer üzünü məhv eləyərlər. Biz o günü gözləyirik inşallah. Biz öz başına döyürük. Bizim sahibimiz var, bizim ağamız var, bizim rəhbərimiz var. Biz inşallah onun rəhbərliyi altında nəinki Vahabi, nəinki qeyri-dini, bilmirik məsələ nədir. Onların məhvinə çıxacaq. Əvvəl o deməkdir ki, biz sizin kimi şiddətli baş kəsəcəyik. Xeyr. Kim bizə qarşı gəlsə, əgər doğrudan da bizi dəstəmizə keçmək istəyirsə, indidən keçin. Xristiyan istəsə, istəməsə İmam Zaman Mehdi Əleyhissalam onun imamı da iyi. Sünni qardaşlarımız deyəndə mən heç vaxt ayırmamışam. Möhürlə qılırlar, onlar ki, Əhl-i Beyti ki tanıyırlar, Əhl-i Beyti ki qəbul edirlər, doğrudan da Əhl-i Beyti ki sevirlər, mən o önəmliyində deyirəm. O bizim alimlərimizə buraxıram o şey, dini alimlərimizə. Yəni mən ayırmamışam, ayırmayacam da bundan sonra. Biz ki müsəlmanlar ki var, sırf müsəlmanlar, Məhəmməd Peyğəmbərin ümməti, Məhəmməd Peyğəmbərin nəsli davamçıları ki var o, burada həm sünni gedir, həm şiələr gedirlər. Biz böyük ümidlə gözləyirik inşallah. Tez bir zamanda olacaq. Tez bir zamanda olacaq. Bunu bəlkə də hər bir şiələrin qəlbinə yazılır. Yəni siz istəsəz istəməsəz də, Yəhudilər istəməsələr də İmam Mehdi Əleyhissalam hamımızın imamıdır. O bəzi söhbətlər gəzir, deyir ki, dünyanı idarə edən güya Yəhudilərdir. Xeyr, dünyanı idarə edən Yəhudilərdir. Bunu Allah bizə dəfələrlə sübut elətdirib ki, dünyanı idarə edən, qeybə çəkilən sahibi zamandır. Dünyamızı o idarə edir, dövlətlərimizi o idarə edir. Bizi idarə edən odur. İndi də elə bir Allah tərəfindən verilən yer üzünə vasi təlibdir ki, həmin təlibdə Allah nəzər salır, görüm doğrudanmı müsəlmanlar bu sınaqdan keçəcək? Keçməyənlər sizin kimidir, baxın. Budur, məsələ budur. Mən Allah lənət eləsin deyirəm ki, o Vahabi dini yayana, dinin gətirənə, o cavan yol qardaşlar ki, mən qardaş demək istəyirəm onlara. Eybi yoxdur, qəbul ediblər. Onlar o insanlara beyinlərinə gic-gic şeylər, bəlkə də beyinlərincə, bəlkə də pulsuzluqdan deyirlər ki, güya onları çoxsun qəbul edir. Pulsuzluqdan deyəndə ki, kişi işləmək üçün də şükür Allaha Azərbaycanın hər yerində iş var. Tikinti işinə get-gəl, daş işinə get-gəl, pul yoxdur, deyəm yoxdur. 25-30 manat deyə günə Novostroykada işləmək. Kim işləyir abi? Aya görün fikir ver nə qədər? Aya 900 manat pul edir. 600 manat, 700 manat pul edir aya. Maşın da alarsan, belə 3 il işləyib ev də alarsan, torpağı da alarsan. Eləyə bilməzsən, 5-6 manat da qalmısan. İnsanın gərək şərəfi mənfəət olur. Çox danışmayaq, inşallah Allah Teala imamımızın, Mehdi Əleyhissalamın özürünü tez eləsin. Və bütün bilsinlər ki, doğrudan da həqiqətən nə var, nə yoxdur. Belə deyək də, qulaq dediyim ki,
bəzi dindən xəbər olmayanlar da belə saytda qulaq assalar da, eşitsələr də bizi bilsinlər ki, doğrudan da var və mövcuddur. İnşallah, inşallah, inşallah nazil olacaqdır yer üzünə. Bundan izafədəki bir şeyə toxunmaq istəyirəm inşallah. Həyatın tanımaq, günün dəyərini bilmək, sözümüzün əvvəldə dediyi günün dəyərini bilmək. Əgər günün dəyərini bilirsənsə, sən doğrudan da müsəlmansan. Çünki müsəlman heç bir günün ibadə vermir, ibadətsiz eləmir. Allah bizim ibadətimizi əlimizdən almasın inşallah. Allah bizi qeyri yollara çəkməsin inşallah. Amin.